İslamda nədir? Məsələn, deyir ki, cümə namazı ilə bağlı bizə işlədilən bir məsələ var. Cümə günü namaza çağrıldığımız zaman gedirik, toplanırıq. Orada namaz da deyil ha. Müəyyən həftəlik prosesləri müzakirə edirik. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslüman bacı ve kardeşlerimiz, yine Eşad Miri'nin xətalarından, yanlışlarından bir xətası yanlışıyla sizin qarşınızdayıq. Allah Teala Cümə surəsində 9-cu ayədə bizi, müsəlmanları, möminləri cüməyə dəvət edir. Allah Teala buyurur ki, Ya eyyuhəllədiyənə əmənu, İdə nudiyə lissalati min yevmil cüm'ati fəsəv ilə zikrillah və zərul bəy' zəlikum xayrun ləkum in kuntum ta'lamun. Allah Teala deyir ki, ey iman gətirənlər, cümə günü namaza çağrıldığınız zaman fəsəv, tələsin ilə zikrillah, Allahın zikrinə. Eşad Miri deyir ki, cümə namazı deyəndə birinci orada namazdan söhbət getmir. Adam Allahın ayəsində namaz sözünü inkar eləyir və həmişəki kimi öz ağlına uyğun yozur. Sonra deyir ki, cümə əslində ora namaz üçün gedilmir, ora gedirsən həftəlik məsələləri müzakirə etməyə. Təsəvvür edir, dəyərli müsəlman bacı və qardaşlarımız. Adam deyir ki, cüməyə gedirsən həftəlik baş vermiş prosesləri müzakirə etməkdən ötürü. Biz deyirik ki, bu ayənin harasında həftəlik məsələləri, prosesləri müzakirə etməkdən ötürü cümə namazına gedməlisən mənası var. Hardadır bu məna bu ayədə? Kim bilirsə, inşallah rəy bölmələrində yazar, biz də baxarıq. Allah Teala deyir ki, fəsəv, cümə günü namaza çağrıldığımız zaman fəsəv ilə zikrilləhi, Allahın zikrinə tələsin. Əgər həftəlik proseslər müzakirə olunacaqdırsa, niyə görə orada Allah Teala Allahın zikrinə tələsin deyir. Bu, ayənin bu hissəsi onu göstərir ki, prosesləri müzakirə etmək üçün yox, Allahı zikr etmək üçün gedirik cüməyə. Həmçə ayənin davamında Allah Teala buyurur ki, وَزَرُ الْبَيْعِ Bey, yəni Allah Teala ki, tərk eləyin, buraxın, əl-bey. Bey nədir? Alış-veriş, ticarət. Allah Teala deyir ki, ticarəti, alış-verişi tərk eləyin. Haçan deyir? Zikrindən sonra. Allah'a zikrə tələsin deyəndən sonra deyir ki, ticarəti tərk eləyin, gəlin. Çünki Allahın zikrindən yayındıran əsas məsələlərdən biri dünya və onun içindəkilərdir və xüsusilə ticarətdir. Çünki o vaxtı əsas işləri sahabələrin və möminlərin ticarət edir. Ona görə Allah Teala deyir ki, ticarəti tərk edin, gəlin namaza. Deməli, dəyərli müsəlman bacı və qardaşlarım, Allah Teala başqa bir ayədə isə Nur surəsi 24-cü surənin, yəni Nur surəsinin 37-ci ayəsində buyurur ki, Allah Teala Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah və iqamis-salah və ita'iz-zəkə yaxafuna yawman tetaqallabu fihi'l qulubu vəl absar. O kişilər ki, onları nə ticarət, nə alış-veriş, Allahı zikr etməkdən, namaz qılmaqdan, zəkat verməkdən yayındırmaz. Deməli, insanı Allahın zikrindən, namaz qılmaqdan, zəkat verməkdən yayındıran məsələlərdən biri nədir? Ticarət. Ticarətdir. Bu ayə də onu göstərir ki, insan məscidə gələndə, ibadətə gələndə bu şeyləri tərk eləməlidir. Cümə surəsi 9-cu ayədə isə Allah Teala nə dedi? Fəsəv ilə zikrilləhi. Allahı zikrə tələsin, həftəlik prosesləri müzakirə eləməyə deyil. Sonra da ki, vəzərul bəy' ticarəti, dünyanı tərk eləyin. Çünki sizi bu yayındırır. Necə? Nur surəsi 37-ci ayədə Allah Teala dedi ki, Lə tulhihim ticaretun və lə bey'un. Onları ticarət, alış-veriş Allahın zikrindən yayındırmaz. Sonra bu ayənin davamında Allah Teala buyurur ki, Yəxafuna yevmən tətəqallabu fihil qulubu vəl absar. O kişilər Yəxafuna yevmən elə bir gündən qorxurlar ki, tətəqallabu fihil qulubu vəl absar. O gün qəlblər və gözlər çevriləcək. Həmçinin bu ayədə Eşad Mirinin iddialarından bir puç iddiasına da rədd var. Nə? Yəxafuna. Xavf sözü deyir Allah subhanahu wa ta'ala. O deyir ki, Quranda qorxu yoxdur, təqva, deməli, xaşiyə, bunların mənası başqadır. Sonra deyir ki, həqiqi qorxu xavfdur. O da heyvanlardan və s. olan qorxudur. Əgər bu cür qorxu ilə qorxmaq lazımdırsa, Allahdan qorxulmalıdır. Amma Allah Teala bu qorxu ilə da özünlə qorxuzmayıb Allah Teala müsəlmanları, möminləri. Yaxşı, bəs bu ayədə yaxafuna yevmən tətəqallabu fihi
əl-qulub vəl-absar. Möminlər niyə görə namazı qılıb, zəkatı verib, Allaha ibadət edib, onu zikr eləyirlər? O günün əzabından qorxduqlarından ötürü. Deməli, Allahdan qorxmaq var Quranda və sünnədə. Dəyərli müsəlman, bacı və qardaşlarım, sizi Allahın kitabını doğru düzgün mənbələrdən götürməyə dəvət edirik. İnsan müsəlmanları Allahın dinindən azdırıb yayındırmaq üçün elə Qurandan öz naqis ağlına uyğun dəlillər gətirir. Allah deyir, cüməyə gəlin, zikr etmək üçün dünyanın ticarəti tərk eləyin. Adam deyir ki, sən gəlirsən cüməyə, dünyavi məsələləri, prosesləri, baş vermiş hadisələri müzakirə eləməyə. Belə bir şey ola bilərmi? Dəyərli müsəlman, bacı və qardaşlarım, inanmayın belə insanlara, aldanmayın onların belə hiləsinə, onlar sizi dünyaya bağlayırlar. Lakin Allah və Rəsulu ahirətə çağırırlar. Allah Teala bizi eşidib faydalananlardan etsin. Velhamdülillahi Rabbil alemin.